göz yaşının sadece duzlu su olduğunu düşünürsünüzse yanılırsınız. Bu damla əslində dünyanın ən mürəkkəb laboratoriyalarında belə hazırlanması imkansız olan xüsusi bir mayedir. Göz yaşı 3 əsas təbəqədən ibarətdir: selik, su və yağ. Selik təbəqəsi yaşın göz səthinə yapışmasını təmin edir ki, su dərhal axıb getməsin. Su təbəqəsi gözü oksigenlə qidalandırır, eyni zamanda onu mikroblardan təmizləyir. Ən üstə yerləşən yağ təbəqəsi isə hər bir göz yaşı damlasının üzərini mikroskopik bir lay kimi örtür və suyun sürətlə buxarlanmasının qarşısını alır. Bu yağ olmasaydı, göz yaşımız saniyələr içində quruyar, gözlərimiz müdafiəsiz qalar və biz şiddətli ağrılarla görmə qabiliyyətimizi itirərdik. Lakin ən sirli məqam bunlar deyil. Alimlər göz yaşını mikroskop altında donduranda qəribə faktlar rastlaşıblar. Müəyyən olunub ki, sevincdən olan göz yaşı ilə kədərdən olan yaşın naxışları tamamilə fərqlidir. Bəli, səhv eşitmədiniz. Kədərdən süzülən bir damla yaşın mikroskopik görüntüsü darmadağın olmuş bir xəritəyə və ya qarmaqarışıq naxışlara bənzədiyi halda, böyük bir sevincdən çıxan yaşın görüntüsü eyni ilə bir qar dənəsi kimi möhtəşəm bir nizama malik olur. Sanki bədənimiz ruhumuzun yaşadığı hər bir duyğunun rəsmini o bir damla suyun içinə həkk edir. Allah sanki bununla bizə mesaj verir ki, sizin ruhunuzda baş verən ən kiçik titrəyiş belə onun nəzərindən qaçmır. O, sizin hər kədərinizi, hər sevincinizi bir damla suya şifrələyəcək qədər sizi tanıyır və dəyər verir. Ruhun izlərini bir damla göz yaşına köçürən bu hikmətli nizam sizcə təsadüf ola bilərmi? Sizcə, bədənimizdə hələ kəşf olunmağı gözləyən daha neçə belə gizli məktub